Çox gözəl hədisdir. Ləzzət edir adama bu hədis. Kaş müştərisi ola bu hədisə. Allah Rəsulü buyurur ki, hər kəs istəyir qohum əqraba olmadan. Qədimdə bu cür idi, indi də var. Kimlərdəndir? Filan kəslərdəndir. Filan məmurun bacısı oğludur. Nə bilim filan kəslərdir. Məsələn də filan qəbilədəndir, filan yerdəndir. Həzrət Rəsulullah buyurur, hər kəs istəyir qohum əqrabasız, izzətli olsun, sultan olmadan heybətli, əzəmətli olsun, vəzifəsiz və pulsuz, sərvətsiz, ehtiyatsız olsun. Neynəsin? Fəlyəntəqil min zulli məsiyyətillah ilə izzi taatih. Allahın itaətinə tərəf hərəkət eləsin. Hardan? Günahın zillətindən. Yəni günah insanı zəlil edir, xar eləyir. Amma Allaha itaət insanı əziz eləyir. Nə edək izzətli olaq? Təqvalı olaq. Günah etməyək, Allaha itaət edək.